Məsələn, səhər işə gedirsən, saat 8-də çıxırsan, bilirsən ki, zaten tıxacdasan. Yəni bunu bu saatda sürmək nə məcburdur ki? Adam da deyir ki, mən komfortuma görə almışam ki, mən işə avtomobillə gedim. Bax bu bəhs müqayisə yenə də gəlirəm psixologiyası olduğu üçün də. İnsan deyir ki, yox qardaş, niyə o birisi məsələn deyirsən ki, sən işə getmə də, yaxşı qoy o birisi avtomobillə işə getsin. Deyir yox, niyə o birisi getməsin, mən gedim. Qoy o getsin. Deyə. Bütün dünya ölkələrində olan bir problemdir. Bugünkü gün iri şəhərlərin hamısında tıxac problemi var. Bəzi ölkələrdə elə eləyiblər ki, cüt və ya tək nömrəli maşınlar həftənin bir günü cüt nömrəli maşınlarla çıxa bilirsən, bir günü tək nömrəli maşınlarla çıxa bilirsən. Bəziləri Azərbaycanda da indi tətbiq olunacaq tıxac vergisi. Əgər sən şəhərin mərkəzinə girib boş vaxtı trafik yaradacaqsansa, onda bunun da ödənişini edəcəksən. Biz işdən sonra əgər 8-ci kilometr istiqamətinə bir nəfər gedirsə və hamı bilir ki, bunlar qonşudurlar, deyir, uşaqlar, gəlin tıxacda gözləməkdənsə elə bir maşına doluşaq, 3 gün mənim maşınımdan gələr, 3 gün Zaurun maşınından gələrik, 3 gündə Elşənin maşınından. Beləliklə, tıxac nisbətən azalır. Digər bir faktor, dediyim kimi, cüt və ya tək nömrələrdə sən niyə hər gün maşından gedəsən? Artıq sən burada çıxış yolu axtarmağa başlayacaqsan.